Məlik Məmməd adlı qaz dairəsi müdürü gəlib gedib məni incidir. Dekabrın ayın 2024-cü il dekabrın ayın 5-dən gündə gəlir məndən pul tələb elədiyi üçün, mən ona pulu vermədiyim üçün deyir, mən sənin qazını kəsəcəm. 4-5 gündən bir topa adamla 4-5 nəfərlə gəlir, gedir. Deyir, mən sizi incidəcəm, mən sizə qaz verməyəcəm. Mən ona pul vermədiyim üçün o mənlə prinsipə düşüb. Qanunsuz olaraq məndən 3000 manat pul tələb elədi. Mən o pulu ona vermədiyim üçün deyir, sən burada qapında çolpa saxlayırsan, mənə pul verməlisən. Şotçuku açıb aparacam. Mən ona imkan verməmişəm şotçuku açıb aparmağa. Qoymur, mənlə düşüb prinsipə, deyir, mən sənə qoymayacam, qaz verməyəcəm, qazı kəsəcəm. Gəlir bir top adamla 4-5 gündən bir gəlir, gedir, məni pasiyanla incidir. Mən də onun əlindən bezmişəm. 6-7 aydır məni süründürür o. Mənim istəyimlə Facebook səhifəsində Göyçay namına adlı səhifə Məlik Məmməd Mehdiyevin məndən 3000 manat rüşvət istəməsi ilə bağlı paylaşım etməsini xahiş etmişdim. Azərqaz həmin paylaşımla bağlı mövqe bildirir. Halbuki həmin mövqe həqiqətləri əks etdirmir. Cənab Prezident, Ali Baş Komandan dəfələrlə çıxışlarında bildirib ki, rüşvətxor məmurlarla bağlı dərhal mənə siqnal ötürün. Mən buradan Cənab Prezidentə, Mehriban xanıma, Baş Prokurorluğun yanında korrupsiyaya qarşı mübarizə idarəsinə, dövlət təhlükəsizlik xidmətinə və Azərqazın özünə müraciət edirəm ki, Məlik Məmməd Mehdiyev barəsində tədbirlər görülsün.